Koç bürcü 17 Mart 2025-ci il sizi qeyri-adi əlverişli gün gözləyir. İlham və yaradıcılıq elə səhərdən sizi müşahidə edəcək və bir çox cari problemlərin həllinə kömək edəcək. Bir çox qoç xüsusilə dərrakəli olacaq. Buna görə də digər insanların motivlərini və maraqlarını asanlıqla başa düşəcək. Dəyərli fikirlər təklif edəcək və özləri üçün böyük fayda verəcək əməkdaşlıq haqqında razılığa gələcəklər. Həm işgüzar, həm də şəxsi perspektivli əlaqələr qurmaq imkanı olacaq. Nüfuzlu insanlar məqsədlərinizə çatmağınıza kömək edəcəklər. Sevdiyiniz insanla gələcək planlarınızı müzakirə etmək üçün əhla vaxtdır. Boğa bürcü 17 Mart 2025-ci il olduqca uğurlu gündür. Siz çoxdankı ideyaları uğurla həyata keçirəcəksiniz və ətrafınızdakılar bu işlə sizə kömək etməkdən məmnun olacaqlar. Bəzi boğalar rəhbərliyin gözünə özünü yaxşı tərəfdən göstərəcək. Karyera yüksəlişləri şanslarını artıracaq. Danışıqlar, konferanslar və müzakirələr yaxşı keçəcək. Qeyri-adi dərəcədə inandırıcı və natiq olacaqsınız. Tanımadığı mövzuları başa düşmək və yeni bacarıqlara yiyələnmək asan olacaq. Günün ikinci yarısı yeni əlaqələr qurmaq və perspektivli tanışlıqlar üçün əlverişlidir. Cazibədarlığınız digər insanları tez bir zamanda qazanmağınıza kömək edəcək. Əkizlər bürcü 17 Mart 2025-ci il. Günün başlanğıcı çox asan olmayacaq, amma hər şey yaxşılaşacaq. Səhər tezdən mühüm layihələrə başlamaqdan çəkinin. Bir çox əkizlər gözlənməz problemlərlə üzləşməli olacaqlar. Başqalarından kömək üçün ümidlərinizin gerçəkləşməsi ehtimalı azdır. Ona görə də ilk növbədə öz gücünüzə güvənməlisiniz. Tədricən müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Siz buraxdığınız səhvləri düzəldə və yeni perspektivli əlaqələr qura biləcəksiniz. Başqaları üçün xüsusilə cəlbedici olacaqsınız. İşgüzar münasibətlərin romantik münasibətlərə çevrilməsi mümkündür. Xərçəng bürcü 17 Mart 2025-ci il bərəkətli gündür. Sağlam düşüncə və ehtiyatlıq başqalarının çətin tapdığı işlərin öhdəsindən gəlməyə kömək edəcək. Əksər xərçənglər kifayət qədər səy göstərsələr, təsirli nəticələr əldə edə biləcəklər. Müqavilələrin bağlanması, mühüm danışıqların aparılması üçün əlverişli zamandır. Çoxdan gözlənilən xəbərləri almağınız mümkündür. Əvvəllər tez-tez fikir ayrılığına düşdüyünüz insanlarla münasibətlərinizi yaxşılaşdıra biləcəksiniz. Yaxın insanlarla ünsiyyətdə siz həm də kobud kənarları hamarlaya, mübahisəli məsələlərə aydınlıq gətirə biləcəksiniz. Şir bürcü 17 Mart 2025-ci il olduqca mübahisəli gündür. Bir tərəfdən bir çox problemlərin həllinə kömək edəcək ilham və emosional yüksəliş yaşayacaqsınız. Digər tərəfdən bəzi şirlər ən kiçik bir səbəbdən başqaları ilə münaqişəyə meyil olacaqlar. Təkəbbürünüzü çulovlaya bilsəniz hər şey yaxşı olacaq. Danışıqlar uğurlu olacaq və sərfəli sövdələşmələr bağlamaq mümkün olacaq. Əhəmiyyətli heç nəyə axşama qədər təxirə salmamalısınız. Yaxınlarınızla ünsiyyət qurarkən lazımsız fikir ayrılıqlarının qarşısını almaq üçün maksimum səbir və nəzakət göstərmək vacibdir. Qız bürcü 17 Mart 2025-ci il səhər çətinliklərlə üzləşməli olacaqsınız. Operativ hallar planlarınıza mane olacaq. Ona görə də çevik olmalı, vəziyyətə uyğunlaşmalısınız. Bir çox qız bürcləri impulsiv hərəkətlərə meyilli olacaqlar. Bu da iş nəticələrinə yaxşı təsir göstərməyəcək. Ancaq biraz diqqətli olsanız problemlərdən qaça bilərsiniz. Günortadan sonra emosional durumunuz normallaşacaq. İtirilmiş vaxtı kompensasiya etmək və bir çox vacib məsələləri həll etmək imkanınız olacaq. Tərəzi bürcü 17 Mart 2025-ci il. İlk baxışdan belə görünməsə də pis gün deyil. Səhər əhvalınızın öhdəsindən gəlmək çətin olacaq. İlk çəkdə hər şey alınmayacaq. Amma istəsəniz hədəflərinizə çatmağın yolunu uğurla tapacaqsınız. Tezliklə tərəzilərin əksəriyyəti hər şeyin yaxşılığa doğru dəyişdiyini görəcək. Günün ikinci yarısında intuisiyanız kəskinləşəcək ki, bu da qarışıq situasiyalarda belə düzgün seçim etməyinizə kömək edəcək. Təkcə işdə deyil, şəxsi münasibətlərdə də çoxdan davam edən problemləri həll etmək imkanı yaranacaq. Əqrəb bürcü 17 Mart 2025-ci il. Hər şey yaxşı getməyəcək, amma ümumilikdə gün yaxşı olacaq. Səhər saatlarında başqaları ilə xırda fikir ayrılıqları yarana bilər ki, bu da planınıza sadiq qalmağınıza mane olacaq. Bəzi əqrəblər təşkilati problemləri təcili həll etməli olacaqlar və bu çox səy göstərmədən həyata keçiriləcək. Günün ortalarından etibarən şans sizin tərəfinizdə olacaq. Dürüstlük və düzlük sizə digər insanlarla qarşılıqlı şərtlərlə asanlıqla razılıq əldə etməyə, qeyri-müəyyənliklərdən qaçmağa və yaxşı nəticə əldə etməyə imkan verəcək. Oğlaq bürcü 17 Mart 2025-ci il. Pis gün deyil. Əvvəlcə iş əhval-ruhiyyəsinə girmək o qədər də asan olmayacaq. Bəzi oğlaqlar həddindən artıq həssas olacaqlar, lakin istəsələr emosiyaların öhdəsindən gələ biləcəklər və başqaları ilə münaqişələrdən qaça biləcəklər. Dərhal mürəkkəb işlərə başlamamalı, işlərinizi qaydaya salmalı və adi işlərlə məşğul olmalısınız. Günün ikinci yarısı qeyri-adi məhsuldar olacaq. Məqsədlərinizə çatmaq yolunda əhəmiyyətli irəliləyiş əldə edə, perspektivli müqavilələr bağlaya və gələcək uğur üçün möhkəm zəmin yarada biləcəksiniz.
Oxatan bürcü 17 Mart 2025-ci il parlaq və uğurlu gündür. Əhəmiyyətli bir şeyi sonraya qoymayın. Səhər güc və enerji artımı hiss edəcəksiniz. Ətrafınızdakiləri asanlıqla başa düşə, hətta danışıqlar aparmaq həmişə çətin olan insanlarla da münasibət quraba biləcəksiniz. Oxatanların çoxu qeyri-adi dərəcədə dərrakəli olacaq. Bu da onlara bir sıra vacib məsələləri həll etməyə imkan verəcək. Nüfuzlu insanlarla münasibət qurmaq şansı olacaq. Onların dəstəyi yaxın gələcəkdə sizin üçün faydalı olacaq. Axşam saatlarında ev işlərinə fikir verməli olacaqsınız. Ailə üzvləri ilə xırda fikir ayrılıqları mümkündür, lakin siz hər şeyi tez həll edə biləcəksiniz. Dolça bürcü 17 Mart 2025-ci il ünsiyyət üçün qeyri-adi yaxşı gündür. Bununla belə səhər tək başına öhdəsindən gələ biləcəyin işlərə həsr etmək daha yaxşıdır. Bir sıra vacib səhvləri aşkar edəcək və onları vaxtında düzəldəcəksiniz. Bir az sonra əksər dolçalar üçün əlverişli dövr gələcək. Optimist münasibət və xoş niyyət sizə yeni tanışlıqları asanlıqla qazanmağa və adətən yaxşı yola getmədiyiniz insanlarla ümumi dil tapmağa imkan verəcək. Siz sərfəli sövdələşmələr edə, bəzi xüsusilə çətin problemlərin öhdəsindən gələ rəhbərliyinizlə yaxşı reputasiya əldə edə biləcəksiniz. Cazibədarlığınız istənilən vəziyyətdə kömək edəcəkdir. Balıqlar bürcü 17 Mart 2025-ci il gününüz xeyir. Səhər saatlarına güc və enerji ilə dolu olacaqsınız ki, bu da böyük işlərin öhdəsindən gəlməyə kömək edəcək. Təsəvvür və intuisiya sizə tanış problemlərə qeyri-standart yanaşma tapmağa və çoxdan heç kimin gözündən qaçan məsələləri həll etməyə imkan verəcək. Bu yaxınlarda mübahisə etdiyiniz və ya zəif başa düşdüyünüz insanlarla münasibətləri yaxşılaşdırmaq şansı olacaq. Bir çox balıqlar günortadan sonra xoş xəbərlər alacaqlar. Həm köhnə, həm də yeni biznes tərəfdaşları ilə təmaslar uğurlu olacaq. Ciddi mövzuları müzakirə etmək üçün əlverişli vaxtdır. Söhbətin nəticələri sizi sevindirəcəkdir.